Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz tamam bir fərqli olacaq. Adətən bu küçədə, bazada deyilir, ətraf mühitdə, çevrədə gəzən hər hansı bir növ xəstə dəli olsun, ağzına gələni danışır. Məsələn, səni söyürəm, səni təhqir eləyirəm. Qarşı tərəfdən də o həmin bir növ şuuraltı ifadə yaranır ki, təsir etməlidir. Əgər sən dəlisən, sən xəstəsən, yaxud sən gicsən, sənə fikir vermirəm düşüncəsi ilə. Yaxşı, belə bir məsələ yaranır. Niyə dəlisənsə, gün ərzində 5 dənə ifadədən cəhənnəm, bir ikisini normal söz işlətmirsən, ancaq anormal olmalı. Deməli, bu nədən qaynaqlanır? Bəzi insanların dəlilikləri yaxud dəli olduğu fazalar sırf, yəni bütöv anlayış olaraq qarşı tərəfdə insanlardan asılı olur. Məsələn, bir insan gəlir qabaqdan, ona qarşı kin, nifrət, yaxud səndən zəhləm edir. Düşüncə tərzi sadəcə ona diqqət olaraq yönəlir. Diqqətsizliyini sadəcə kimlərə verir? Hansı ki, o insandan qarşı bir ədavəti, kini, küdurəti yoxdursa, onlara qarşı diqqətsizlik vermir. Çox da belə deyək, önəmsəməmək, vacib saymamaq. Və nəticə etibarı ilə də ətraf mühitin gözündə səni söyürəm, səni təhqir edirəmsə, qarşı tərəfdə sən dəlisən, sən xəstəsən şüarı yaranır. Amma bilmirlər ki, bu insanın həmin insana qarşı kini, küdurəti var. Deməli, kin, küdurətdən doğan nədir? Qarşı tərəfə daima olaraq kobud səslənən ifadələr. Bu da əslində psixoloji xəstəliyin bir ana bazası olaraq göstərilir yaxud qeyd edilir. Belə. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyən şəxsi mesaj nömrəsinə məlumat verə bilərlər.